çörəyi ver çörəkçiyə, birini də üstəlik. İndi sizə bir çörəkçi təqdim eləyəcəyik ki, o təkcə çörək satmaqla məşğul deyil. Həm də bir məktəbin direktorudur. Amma şagirdlərə dərs demək əvəzinə səhər tezdən maşının arxasına çörəyi yüklüyür və başlayır həmin çörəyi mağazalara paylamağa. Lerik rayonu Livedirk kənd orta məktəbinin direktoru Qurban Ağayevlə bağlı qaynar xəttimizə şikayət ünvanlanıb. Məktəb direktoru hər səhər dərs vaxtında dərsi və məktəbə atır, gedir çörək dalayıca. Salam dəyərli izləyicilər, Lerik rayon Livedirk kənd tam orta məktəbin direktoru Qurban Ağayev kəndin məktəbini buraxaraq, öz dərslərini buraxaraq gəlib Şingəllan kəndində çörək satışı ilə məşğuldur. Bu bir ay yarımdır dərs başlayır. Hər gün səhər-səhəri kənddən çıxır, gedir çörək paylamağa. Bütün kəndlərə çörək paylayır. Tez saat 3-ə, 4-ə gəlib çıxır. Yəni məktəbin üzünü görmür. Hal-hazırda da bunun dərs sinifləri də boş qalır. Hər gündə məktəbdə öz işçiləri ilə dalaşır, söyüş verir, hədə-qorxu gəlir, təhqir edir. Valideynlər də məktəbə gedəndə valideynlər də təhqir edir. Əslində bu materialı izləyəndə dedim, nə gözəl bir məktəb direktoru özünə yaraşdırır, çörək satmaq işi ilə də məşğuldur. Amma sonra şikayətə baxdım, gördüm ki, yox. Bu məktəb direktoru dərsi qoyur kənara və məktəbin də başını buraxır, belə deyək, və səhər tezdən mağazalara çörək paylayır. Və şikayətçi də gördünüz, orada üstündən də şərh etdi ki, sentyabr ayının 15-i məktəb başlayandan hələ bu məktəb direktorunu düzəməlli məktəbdə görən olmayıb. Bir nüansı xüsusi ilə qeyd eləmək istəyirəm. Bu xəbərimiz məktəb direktorunun qarşısına çıxmasa da, amma onu tanıyan kiminsə qarşısına mütləq şəkildə çıxacaq.